Menopoz nədir? Menopoz xanımlarda 45 yaş, 55 yaş arasında baş verən bir prosesdir. Yəni menstrual siklin dayanması. Bunun əmələ gəlmə səbəbi yumurtalıqlarda estrogen hormonunun miqdarının, ifrazının azalmasıdır. Əlamətləri nədir? Xanımlar narahat olur, xanımlarda istilik tutmaları, istilik gəlmələr baş verir, yuxu pozulmaları olur, əsəbilik olur. Bu menopozun kəsilməsi nəticəsində sümüklərdə azalma, boşalma baş verir, yəni kalsium çatmamazlığı baş verir. Bəs bu narahatçılıqları aradan qaldırmaq üçün nə etmək lazımdır? Sağlam həyat, stressiz həyat, sağlam qidalanma mütləqdir və həkimə müraciət etmək lazımdır. Menopozu çətin keçirən, ağır keçirən xanımlar həkimə müraciət etməlidir ki, menopoz yüngül formada keçsin. HCC Clinical Hospital, sağlamlığınızı bizə etibar edin.